Üzünüzdəki bütün ləkələri silib süpürüb aparan çox möhtəşəm bir maska hazırladım. Bunun üçün bir qaba 3 xörək qaşığı düyü və üzərinə yarım stəkan su əlavə edib 3 saat bu vəziyyətdə saxlayırıq. 3 saatın sonunda bu sulu düyünü blender vasitəsilə tam həll olana qədər əzirik. Daha sonra süzgəc vasitəsilə süzüb qazın üzərinə qoyub 3-4 dəqiqə sıyıq vəziyyətinə gələnə qədər bişiririk. Bişəndən sonra üzərinə 5-6 damcı limon yağı və E vitamini əlavə edib qarışdırırıq. Alınan bu qarışımı qapağı bağlı bir qaba töküb soyuducuda bitənə qədər saxlamaq olar. Bu maskanı gün aşırı təmiz üzümüzə çəkib 15-20 dəqiqə saxladıqdan sonra yuyuruq. Qar kimi bəmbəyaz, ləkəsiz üzə sahib olmaq istəyirsinizsə, cəfəri maskasını sınaya bilərsiniz. 5-6 ədəd cəfərini yuyub xırda-xırda doğrayırıq. Daha sonra bir qaba bu cəfəridən 2 xörək qaşığı əlavə edib, üzərinə 2 dolu çay qaşığı xama və 1 çay qaşığı limon şirəsi əlavə edib qarışdırırıq. Alınan bu maskanı təmiz üzlərimizə çəkib 15-20 dəqiqə saxladıqdan sonra ılıq su ilə yuyuruq. Şüşə kimi tərtəmiz və parlaq üz dərisinə sahib olmaq istəyənlər bu maskanı mütləq sınamalıdırlar. 1 çay qaşığı xəmir mayasının üzərinə 1 çay qaşığı süzmə qatıq, 1 çay qaşığı limon suyu və 1 çay qaşığı zeytun yağı əlavə edirik. Əgər üz dəriniz yağlıdırsa, zeytun yağını əlavə etməyə də bilərsiniz. Alınan bu qarışımı yaxşıca qarışdırıb, təmiz üz dərimizə çəkib 15-20 dəqiqə saxladıqdan sonra yuyuruq. Bu maskanı həftədə 2 və ya 3 dəfə edə bilərsiniz. Maskanı xanımlar axşam üstü etməyiniz daha məsləhətdir. Daha sonra üzünüzü ılıq sudan yuduqdan sonra mütləq nəmləndirici kremdən istifadə etməyi unutmayın. Videomu sona qədər izləyənlər üçün gözəl bir iş təklifim var. Heç bir böyük bir sərmayələr qoymadan evdə oturaraq onlayn şəkildə çalışıb öz biznesini qurmaq istəyənlər videonun altında qeyd etdiyim WhatsApp nömrəsi ilə əlaqə saxlayıb iş haqqında ətraflı məlumat öyrənə bilər. Koreyalı xanımlardan bizim nəyimiz əksikdir? Bu maska ilə biz də üzümüzü qüsursuz, parlaq və məxmər kimi edə bilərik. Qapağı bağlı bir qaba 1 çay qaşığı yağlı qatıq və yarım çay qaşığı duz əlavə edib, duz qatıqda tam həll olana qədər qarışdırırıq. Daha sonra üzərinə 1 çay qaşığı quru maya və 1 çay qaşığı bal əlavə edib, yenidən tam həll olana qədər qarışdırırıq. Bu maskanı gün aşırı təmiz üzlərimizə çəkib 15 dəqiqə saxlayırıq. Həssas üzləriləri 5 dəqiqə saxlamağı məsləhətdir. Üzümüzü ılıq su ilə yuduqdan sonra nəmləndirməyi unutmuruq. Qalan maskanı qapağı bağlı halda soyuducuda bitənə qədər saxlaya bilərik. Bir şeyi də qeyd edim ki, xanımlar, üzündə ekzeması olan və akneli üzlər bu maskanı istifadə etməsinlər. Bəs siz bilirdiniz ki, kividə olan C vitamini portağalda olan C vitaminindən daha çoxdur? Bugün bol vitaminli, üz dərinizi yeniləyən möhtəşəm maska hazırladım. Yarım ədəd yumşaq kivini vilka vasitəsilə əzib, üzərinə yarım çay qaşığı qatıq və yarım çay qaşığı zeytun yağı əlavə etdikdən sonra yaxşıca qarışdırırıq. Alınan bu qarışımı təmiz üzlərimizə çəkib 15-20 dəqiqə saxladıqdan sonra yuyuruq. Kiviyə allergiyası olanlar bu maskanı istifadə etməməyi daha məsləhətlidir. Maskanı həftədə 1 və ya 2 dəfə istifadə edə bilərsiniz. Üz dərinizin ağarmasını və ləkələrin getməsini istəyirsinizsə, 1 ədəd kartofu 2 yerə bölüb sürtkəcin xırda gözündən keçiririk. Daha sonra üzərinə 5-6 damcı limon suyu və 1 dolu çay qaşığı xama əlavə edib qarışdırırıq. Alınan bu qarışımı təmiz üzlərimizə çəkib 15-20 dəqiqə saxladıqdan sonra yuyun. Bu maskanı həftədə 2 dəfə edə bilərsiniz. Bəmbəyaz, ləkəsiz və üzünüzdəki artıq yağlardan qurtulmaq istəyirsinizsə, bu aspirin maskasını mütləq sınayın. 2 ədəd aspirinin üzərinə 1 çay qaşığı su əlavə edib əzirik. Aspirin suda həll olunduqdan sonra üzərinə 1 çay qaşığı süzmə qatıq əlavə edib qarışdırırıq. Alınan bu qarışımı təmiz üzlərimizə çəkib 15-20 dəqiqə sonra yuyuruq. Üzdəki çillərə və günəş ləkələrinə qarşı evdə təbii losyon hazırladım. 1 çay qaşığı rəndələnmiş soğan suyunun üzərinə 1 çay qaşığı evdə hazırlanmış
təbii alma sirkəsini əlavə edib qarışdırırıq. Alınan bu losyonu hər gün təmiz üzlərimizə çəkib 15 dəqiqə saxladıqdan sonra yuyuruq.